Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarı illər sonra yenidən fəaliyyətə başladı və Azərbaycan Dəmir Yollarının həyata keçirdiyi bu layihə həm turizm, həm də regionlar arası əlaqələrin inkişafı baxımından mühüm hadisə hesab olunur. Qeyd edim ki, ilk reys artıq mayın 25-də həyata keçirildi və qatar hər gün bu marşrut üzrə hərəkət edəcəkdir. Məlumat üçün bildirim ki, mayın 25-də saat 23:10-da Bakı Dəmir Yolu Vağzalından yola düşən sərnişin qatarı ertəsi gün səhər saat 9:04-də Tbilisiyə çatıb. Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılama mərasimi də təşkil olunubdur. Tədbirdə Gürcüstanın və Azərbaycanın rəsmi şəxsləri iştirak edib. Bir sözlə, Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə beynəlxalq sərnişin daşımalarını rəsmi şəkildə bərpa edibdir və qeyd edim ki, bu marşrut pandemiya dövründə dayandırılmışdı və uzun fasilədən sonra yenidən istifadəyə verilməsi böyük maraqla qarşılanıbdır. Məlumata görə marşrut üzrə İsveçrənin məşhur Stadler Rail Group şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlardan ibarət qatarlar hərəkət edir. Qatarlarda sərnişinlər üçün Komfort, Komfort Plus və Lüks sinfi xidmətləri təqdim olunur. Yeni nəsil vaqonlarda daha yüksək rahatlıq, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti yaradılıbdır. Azərbaycan Dəmir Yollarının açıqladığı hərəkət qrafikinə əsasən qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcəkdir və növbəti gün saat 8:40-da Tbilisiyə çatacaq. Tbilisidən isə hər gün saat 21:00-da yola düşən qatar növbəti gün səhər saat 6:24-də Bakıya çatacaq. Səyahət müddəti ümumilikdə təxminən 9 saat 30 dəqiqə təşkil edir. Bu müddətdə sərhəd və gömrük yoxlamaları da daxildir. Bildirilir ki, sərhəd prosedurları üçün Azərbaycan tərəfində 1 saat, Gürcüstan tərəfində isə əlavə 1 saat nəzərdə tutulur. Bakı-Tbilisi-Bakı qatarı Azərbaycan ərazisində Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaqdır. Gürcüstan ərazisində isə qatar Qardabayni stansiyası və Tbilisi Dəmir Yolu Vağzalında sərnişinlərə xidmət göstərəcək. Bununla yanaşı Gürcüstana qatarla səfər edən sərnişinlər üçün vacib qaydalar da açıqlanıbdır. Azərbaycan Dəmir Yollarının məlumatına görə Gürcüstan qanunvericiliyinə əsasən 2026-cı il 1 yanvar tarixindən etibarən bu ölkəyə daxil olan bütün xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq olunur. Bu səbəbdən Bakı-Tbilisi qatarı ilə səfər edən şəxslər sığorta sənədini əvvəlcədən əldə etməlidirlər. Səfər sığortasını istənilən sığorta şirkətindən onlayn platformalar vasitəsilə, eləcə də Bakı və Gəncə dəmir yolu vağzallarında fəaliyyət göstərən sığorta agentlərindən almaq mümkündür. Qeyd olunur ki, sığorta sənədi Azərbaycan Dəmir Yollarının əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində bu ölkənin dəmir yolu əməkdaşları tərəfindən yoxlanılacaqdır. Buna görə sərnişinlərdən sənədi özləri ilə götürmələri xahiş olunur. Azərbaycan Dəmir Yolları həmçinin sərnişinlər üçün digər mühüm qaydalara da aydınlıq gətiribdir. Bildirilir ki, qatarlara minik zamanı sərnişinlər biletlə yanaşı pasportun əslini də təqdim etməlidirlər. MyGov platformasında əldə olunan rəqəmsal sənəd versiyası keçərli hesab edilmir. Bundan başqa 5 yaşadək uşaqlarla səfər edən şəxslər uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər. Əgər uşaq yalnız bir valideynlə səfər edirsə, digər valideynin notarial qaydada təsdiqlənmiş icazəsi tələb olunur. Valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideyndən notarial etibarnamə təqdim edilməlidir. Azərbaycan Dəmir Yolları sərnişinlərə sənədləri əvvəlcədən hazırlamağı və qatara minik üçün vağzala vaxtında gəlməyi tövsiyə edir. Qeyd edim ki, Bakı-Tbilisi-Bakı qatarı marşrutunun yenidən fəaliyyətə başlaması həm Azərbaycan, həm də Gürcüstan arasında turizm və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək və yeni marşrut xüsusilə avtomobil və hava nəqliyyatına alternativ, rahat səyahət imkanları təqdim etməklə diqqət çəkir.